Bu dəfəki videomda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri, məşhur bədii qiraətçi, ana dilimizin qüsursuz təqdimatçısı və dublyaj sənətinin birincilərindən olan aktyor, rejissor, pedaqoq Həsən Əbulucdan danışacağam. Həsən Əbuluca keçməzdən əvvəl istəyirəm onun ailəsi haqqında məlumat verim. Həsən Əbulucun atası Abbasqulu kişi 1893-cü ildə İranın Sarab şəhərindən adam olub. O, ailə qurur və bu evlilikdən onun Əli adında oğlu dünyaya gəlir. 20-ci illərin sonlarında Abbasqulu kişi ailəsini də götürüb İrandan Rusiyanın Krasnodar şəhərinə köçür. Və bu şəhərdə qənnadı işi ilə məşğul olur. Yəni şirniyyat bişirib satmaqla ailəsini dolandırır. 30-cu illərdə SSRİ-də İran vətəndaşlarını çıxarılmasına başlayanda Abbasqulu kişi də ailəsini götürüb Təbrizə gəlir. Və bir müddət sonra onun həyat yoldaşı dünyasını dəyişir. Anası öləndə Əli hələ çox körpə idi. Bundan sonra Abbasqulu kişi Təbriz şəhərində Rubab adlı bir qadınla tanış olur. Rubab xanımın da əri ölmüşdü və onun Seyfullah adlı bir oğlu vardı. Abbasqulu kişi Rubab xanımla ailə qurur və bu evlilikdən onların daha 3 övladları Heydər, Həsən və Ənvər dünyaya gəlirlər. O ki qaldı Əbuluc familiyasına, bunun çox maraqlı bir tarixçəsi olub. 30-cu illərdə İranda vətəndaşlara pasport verilməsinə başlanılır. Abbasqulu kişi də pasport almaq üçün müraciət edir. Bilirsiniz ki, Azərbaycanda 19-cu əsrin ortalarında pasportlaşma başladı və bizdə familiyanı o nəslin ən nüfuzlu şəxsinin adından götürürdülər. İranda isə belə deyildi, orada tamam fərqli idi. Abbasqulu kişidən soruşurlar ki, sənin sənətin nədir? O da deyir ki, mən qənnatçıyam, yəni şirniyyatçıyam. Şirniyyat bişirib satmaqla məşğulam. Və bunu əsas götürərək Abbasqulu kişiyə Abuluc familiyasını verirlər. Çünki Abuluc fars dilində şirniyyat deməkdir. Və beləliklə bu nəslin familiyası Abuluc adlanır. Azərbaycanda artıq bu familiya təhrif olunaraq A çıxarılır və Əbuluc. Biz indi Əbuluc deyə müraciət edirik. O ki qaldı, bu ailənin İrandan Azərbaycana qaçmasına 1946-cı ilin yanvar ayının ilk günlərində Təbrizdə milli hərəkat inqilaba başlayır. Abbasqulu kişi və onun böyük oğlu Əli də bu inqilabın əsas fəal iştirakçılarından biri olur. Onlar Cənubi Azərbaycana muxtariyyətin verilməsini tələb edirlər. Yəni istəyirlər ki, məktəblər Azərbaycan dilində olsun. Amma həmin ilin fevral ayında İranın baş naziri Qəvvam Əl-Səltənənin Moskvaya gələrək Stalinlə görüşməsi vəziyyəti Tehranın xeyrinə dəyişir. Qəvvam Stalindən Sovet qoşunlarının İrandan çıxarılmasını xahiş edir. Bunun əvəzində İran neftinin 51%-ni SSRİ-yə verəcəyinə vəd edir. Stalin bununla razılaşır və 1946-cı ilin aprel ayında Sovet qoşunları İranı tərk edir. Elə həmin vaxtda da Təbrizdə başlayan milli hərəkatın inqilabı yatırılır. Bundan sonra inqilabın fəalları, yəni inqilabı təşkil edən o şəxslərin həbsinə başlanılır. Həbs olunacağını görən Pişəvəri 5784 nəfər insanla Sovet Azərbaycanına keçir. Onların arasında Abbasqulu Əbulucun da ailə üzvləri vardı. Əbulucular ailəsi əvvəlcə Beyləqanda məskunlaşırlar. Bir müddət orada yaşadıqdan sonra Bakıya köçür və Kömürçü bazarının yanında bir otaqlı mənzilə yerləşirlər. Daha sonra Montində, indiki Nərmanov metrosunun üstündəki binada 3 otaqlı mənzil alırlar. 1962-ci ildə Abbasqulu Əbuluc dünyasını dəyişir.
Abbasqulu Əbluc İranda qala bilərdi. Yəni o təkcə özü üçün qorxmurdu. Onun böyük oğlu Əli qeyd etdiyim kimi qatı inqilabçı idi. Yəni o Pişəvərinin ətrafında olan şəxslərdən biri idi. O Azərbaycanın müstəqil olmasını istəyirdi. Buna görə də İran hökuməti onun haqqında həbs qərarı verir və asılmalı idi. Amma onu həbs etməyə bir gün qalmış Abbasqulu Əbluc ailəsini də götürərək İranı tərk edir. İndi isə əsas qəhrəmanım haqqında söhbət açacağam. Həsən Əbluc 1942-ci il aprel ayının 22-sində Təbriz şəhərində anadan olub. O 4 yaşına qədər Təbrizdə yaşayıb. Qeyd etdiyim kimi 46-cı ildə onlar İran hökumətinin təzyiqindən qurtulmaq üçün Azərbaycana sığınırlar. Həsən 31 nömrəli məktəbdə oxuyur. Amma günlərin birində onu məktəbdən qovurlar. Bunun da səbəbi o idi ki, Həsən məktəbdə oxuduğu müddətdə Pionerlər klubunda dərnəyə gedirdi və orada tamaşalar hazırlayırdılar, səhnəciklər qururdular. Bir gün dərnəkdən gələndə üzündəki qrimi təmizləməyi, yəni silməyi unudur. Deməli, o özünə bığ çəkmişdi, saqqal, gözünün altına karandaşla belə qrim etmişdi, hansısa bir səhnəni oynayırdı. Və bunu məktəbdə görürlər. Direktor belə düşünür ki, bu uşaq dəlidir, yəni bunun psixoloji problemi var. Ona görə də onu 31 nömrəli məktəbdən qovurlar. Bundan sonra Həsən gedir 172 nömrəli məktəbdə təhsilini davam edir. Orta məktəbi bitirdikdən sonra atasının təkidi ilə sənədlərini Politexnik İnstitutuna verir. Amma onun uşaqlıqdan aktyor olmaq arzusu vardı. Politexnik İnstitutunda 2-ci kursa qədər oxuyur. Bundan sonra 1960-cı ildə ailəsindən gizlin Teatr İnstitutunda imtahan verir. Və elə həmin ildə də institutun aktyorluq fakültəsinə Rıza Təhmasibin kursuna qəbul olunur. 1964-cü ildə institutu bitirir və təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilir. O, bu teatrda ilk dəfə Zəfər Neymətovun səhnəyə qoyduğu Romeo və Julietta tamaşasında Romeonu oynayır. Bu, Həsənin ilk peşəkar aktyor kimi səhnəyə çıxdığı tamaşa idi. O, institutda oxuyarkən, yəni diplom tamaşasında da Schiller'in Qaçaqlar əsərində Fransa oynamışdı. Yəni bu, onun diplom işi idi. Bu, hələ tələbə olarkən onu hazırlamışdı. Özü də Gənc Tamaşaçılar Teatrında bu səhnəyə qoyulmuşdu. Diplom işindən qabaq da o, dram teatrında Sabit Rəhmanın toy tamaşasında Şeyda müəllimi oynamışdı. Bundan başqa həmin teatrın səhnəsində Səməd Vurğunun Komsomol poemasında Cəlalı, Qaldoninin İki ağanın bir nökərində Silvionu, Gogolun müfəttişində Kristofor və başqa müxtəlif obrazlar yaratmışdır. Aktyorluq fəaliyyəti ilə yanaşı Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alırdı. O, rejissor kimi bir neçə tamaşa hazırlayıb. Cəfər Cabbarlının Aydın, Figueredonun Ezop, Jan Anuyun Antigona, Cəlil Məmmədquluzadənin Anamın kitabı, Hüseyn Cavidin Peyğəmbər və başqa tamaşalarının adını çəkmək olar. Həsən Əbluc əsasən pedaqoji fəaliyyətlə məşğul olurdu. Televiziya tamaşalarında da müxtəlif obrazlar yaradıb. Onlardan Mən, Sən, O və Telefon, İki qardaş, Qatarda tamaşalarının adını çəkmək olar. Həsən Əblucun Qatarda tamaşasında yaratdığı Sabit Mirzə rolu ona daha da uğur gətirdi. Onun ən sevimli müəllimi Müxlis Cənizadə olub. Müxlis Cənizadə Həsən Əbluca sənətin bütün sirlərini öyrədib. Həsən Əbluc rejissorluq fakültəsində təhsil alarkən eyni zamanda İncəsənət İnstitutunda səhnə danışığından dərs deyirdi. Bundan başqa Moskva Kinematografiya İnstitutunda da Azərbaycan bölməsində səhnə danışığından dərs deyirdi. Onun çox məşhur tələbələri olub. Bunlardan Ötkəm İskəndərov, Həmidə Ömərova, Ramiz Mirzəyev, Əliqulu Səmədov və başqalarının adını çəkmək olar. Müxlis Cənizadədən söz düşmüşkən,
Bir haşiyə çıxmaq istəyirəm. İctimai televiziyada Diktaban adlı bir veriliş var. Çox maraqlı verilişdir. Vaxt olanda hərdən mən də ona baxıram. Diktor Şərqiyə Hüseynova bir gün bu verilişin qonağı idi. Söhbət Müxlis Cənizadədən düşdü. Və Şərqiyə xanım aparıcılardan soruşdu ki, Müxlis Cənizadəni tanıyırsınız? 3 aparıcıdan heç biri tanımadı. Mən buna çox təəssüf etdim. Bilirsiniz, onlar gənc olsaydı, hardasa başa düşmək olardı. Amma onların kifayət qədər yaşları vardı. Hələ o aparıcılardan biri səhv etmirəmsə nənədir. Və o, Müxlis Cənizadəni tanımadı. Həsən Əblucun filmoqrafiyasına gələndə onun 40-dan çox filmi var. Yəni Azərbaycanda çəkilmiş filmləri nəzərdə tuturam. Bunların da əksəriyyəti dublajdır. Yəni Həsən Əbluc başqa bir aktyoru səsləndirib. Amma onun özünün də aktyor kimi çəkildiyi filmlər var. Bunlardan Qaragölün cəngavərlərində Cəmşid Hüseynov, Atları Yəhərləyində Kəndxuda, Dantenin yubileyində Tamaşaçı, Pəncərə filmində Rövşənin atası, Tənha Narın nağılında Səyyad, Bircəciyimdə Təhqiqatçı. Bunlar Həsən Əblucun aktyor kimi çəkildiyi filmlərdir. Onun Pəncərə filmində yaratdığı surət, mən deyərdim ki, Həsən Əblucun bəlkə də şah əsəridir. Pəncərə filmi bizim yaşadığımız ərazidə çəkilib. Mənim oxuduğum məktəbin yuxarı sinif şagirdləri həmin çəkilişlərdə iştirak edirdi. Epizodik rollarda. Rövşənin atası ilə görüş səhnəsi o besetkada çəkiləndə biz kənardan dayanıb baxırdıq. Həsən Əbluc o rolu möhtəşəm oynamışdı. Elə bilirsən ürəyim səni istəmirdi. Elə bilirsən yadımdan çıxmışdın. Qınama məni. Onda gətirib səni bura verməsəydim, indi Allah bilir haralarda itib batmışdın. Onda öz başımı güclə dolandırırdım. İndi də düzəlmişəm. Daha içmirəm. Vallahi o zəhrimarı dilimə də vurmuram da. Rövşən! Sabah gələcəm səni aparmağa. O, radyo tamaşalarında da saysız hesapsız unudulmaz rollar ifa edib. Həsən Əblucun səsləndirdiyi şeirlər indi də insanların dilindən düşmür. O, mahir qiraətçi idi. Azərbaycanda bədii qiraətin zirvəsində dayanırdı. Həsən Əbluc kimi şeiri insana çatdıra biləcək ikinci insan tanımıram. Onun Azərbaycan, ana, yaşdan gireyliyəm, sevgilim, mənə nə gətirdin, ömrümün gözəl anları, yaşa kişi kimi, öl kişi kimi, əzizim, bu dünyanın qara daşı göyərməz, gecə yarı qapıları döyməyin, yad et məni şeirləri indi də insanların yaddaşındadır. Səhnədə göstərdiyi xidmətlərə görə 1979-cu ildə ona Azərbaycan SSR əməkdar artist fəxri adı verilir. Şəxsi həyatına gəldikdə isə Həsən Əbluc 1960-cı illərdə İncəsənət İnstitutunda dərs deyərkən tələbələrindən biri Firəngiz xanıma aşiq olur. Firəngiz xanım o dövrün məşhur tarzəni Baba Salahovun qızı idi. Həsən Əblucun sevgisinə Firəngiz xanım yox cavabı verir. Yəni istəmir. Bundan sonra Həsən Əbluc başqa bir tələbə Dilarə Abdullayeva ilə nişanlanır. Dilarə xanımı siz bir neçə filmdə, yəni 2 filmdə görmüsünüz. Bunlardan Arif Babayevin çəkdiyi Gün Keçdi filmində memar. Bu əri küçələrlə məni çox şey bağlayır. Bütün uşaqlığım və gəncliyim. Elə biz də onu deyirik. Təkcə keçmişlə yaşamaq olmaz. Olan olub keçib. Şəhərin ömrü də insan ömrü kimidir. Və
Kamil Rüstəmbəyovun lentə aldığı Axırıncı Aşırın filmində Xəlilin arvadını oynayıb. Mən bildiyim qədər 2 filmdə çəkilib. Bundan başqa filmlərdə onu görməmişəm. Həcər, mən gedirəm. Hara gedirsən Xəlil? Qarabağlara. Ay sənə qurban inəylər, hoppalam nə vaxt inəylər, sənə qurban inəylər. Qarabağlara? Hə? Elə bir şey yoxdur, nigaran qalma. Ora niyə gedirsən Xəlil? Amma Həsən Əblucla Dilarə xanımın ailə qurması baş tutmur. Mənə məlum olmayan səbəblərdən onlar ayrılırlar. Yəni Həsən Əbluc nişanı qaytarır. Bundan sonra yenidən Firəngiz xanımın yanına gedir və ona öz sevgisini, məhəbbətini bildirir. Əslində Dilarə xanımla nişanlananda da o qəlbində Firəngiz xanımı yaşadırdı. Uzun getgəldən sonra nəhayət ki Firəngiz xanım razılıq verir. Firəngiz xanım görəndə ki Həsən Əblucun ona çox böyük sevgisi, məhəbbəti var, onda da Həsənə qarşı qığılcımlar oyanır və onlar bir-birlərini sevirlər. 1970-ci ildə Həsən Əblucla Firəngiz xanım ailə qurur. Onların toyu Gənclikdəki məşhur Qızılgül restoranında baş tutur və bu evlilikdən onların Elnaz adlı qızları dünyaya gəlir. Bəzi jurnalistlər yazırlar ki, güya Həsən Əbluc öz tələbəsinə görə nişanı qaytarır. Əslində bu belə olmayıb. Yəni həqiqətin necə olduğunu mən sizə danışdım. Həsən Əblucun ölümünə gəldikdə isə bu qəflətən baş verib. Onun səhhətində heç bir problem olmayıb. Heç vaxtda sağlamlığından şikayət etməyib. 1994-cü il mart ayının 13-də səhər heç kimi oyatmaq istəmədən sakitcə səhər yeməyini yeyir və evdən çıxır. Həmin gün onun dram teatrında məşqi vardı. Günorta saatlarında dram teatrından Həsən Əblucun evinə zəng gəlir. İndi qorxudan və yaxud da nədənsə özünü təqdim etməyən şəxs Firəngiz xanıma deyir ki, Həsən Əbluc özünü pis hiss elədi və biz təcili yardım çağırdıq, onu Cemaşka xəstəxanasına apardılar. Amma narahat olmayın, yəni belə qorxulu bir şey yoxdur. Firəngiz xanım dərhal dəstəyi yerinə atır və birbaşa Cemaşka xəstəxanasına yollanır. Onu palataya buraxmırlar. Çünki Həsən artıq yox idi. Həsən Əbluc teatrda özünü pis hiss edən zaman artıq keçirmişdi. Yəni, burada da həkimlərin edə biləcəyi heç nə yox idi. Həsən Əbluc ürəyindən ölmüşdü. Yəni, onun ürəyi partlamışdı. Sonradan məlum olur ki, Həsən Əblucu, indi adını çəkmək istəmədiyim bir aktyor məşq zamanı bərk əsəbləşdirir. Onların arasında möhkəm münaqişə yaranır. Bundan sonra Həsən Əblucun halı pisləşir və səhnədə yıxılır. Bu aktyorun adını çəkməyəcəm. İndi də sağdır. Allaha şükür. Yaşı artıq 80-ı çoxdan ötüb. Düzdür, ola bilsin ki, sonradan həmin aktyor peşmanlıq hissi keçirib. Amma artıq bunun əhəmiyyəti qalmamışdı. Həsən Əblucu xəstəxanadan evə gətirirlər. Onun nəşi 3 gün mənzilində qalır. Onun səbəbini deyəcəm. Çünki onun Moskvada yaşayan böyük qardaşı Əli xahiş edir ki, mən gələnə qədər Həsəni dəfn etməyin. Həsən Əblucun harada dəfn olunması artıq onun ölüm günü məlum idi. 1994-cü ildə bilirsiniz ki, ölkədə hansı bir şərait idi. Çox acınacaqlı bir dövrdə yaşayırdıq. Yəni, bütün bu qatma qarışıqların içərisində Heydər Əliyev öz sevimli aktyoruna diqqətini əsirgəmir və həmin günü göstəriş verir ki, Həsən Əbluc Fəxri Xiyabanında dəfn olunsun. Əslində, Həsən Əblucun
Fəxri Xiyabanda dəfn olunmasına rütbəsi çatmırdı. Burada dəfn olunması üçün o ən azından xalq artisti olmalı idi. Amma Həsən Əbloç qeyd etdiyim kimi əməkdar artist idi. Və Fəxri Xiyabanda bilirsiniz ki, dəfn olunması üçün nə nazirliyin, nə də Baksovetin səlahiyyəti çatmır icazə verməyə. Bu, birbaşa yuxarının səlahiyyətindədir. Həsən Əbloç yeganə əməkdar artistdir ki, Fəxri Xiyabanda dəfn olunub. Həsən Əblocun Fəxri Xiyabanda dəfn olunması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il mart ayının 16-sında Həsən Əbloç burada dəfn olunur. Həsən Əblocun yasına gələn Zeynəb Xanlarova Əminə Yusif qızıya yaxınlaşaraq Əminə, sən bugündən yetim qaldın, deyir. Çünki tamaşaçı Əminə Yusif qızı ilə Həsən Əblocu həmişə bir yerdə görürdülər. Yəni, buna görə Zeynəb Xanlarova deyir ki, sən yetim qaldın. Məzarına gəldikdə isə İranın Azərbaycandakı səfirliyi, yəni birbaşa səfiri Firəngiz xanıma xahiş edir ki, Həsən Əblocun məzar daşını biz düzəldəcəyik. Firəngiz xanım da etiraz etmir. Və gördüyünüz bu sinə daşı və qeyri-adi baş daşını o zamanki İranın Azərbaycandakı səfiri düzəltdirib. Və burada görürsünüz ki, fars sözləri ilə nələrsə yazılıb. Mən bu videoya baxan insanlardan fars dilini bilən kimsə varsa, xahiş edirəm. Burada yazılan yazının Azərbaycan dilinə tərcümə edərək videonun altında yazın. Məzarın təmizliyinə gəldikdə isə, yəni qeyd etdiyim kimi, bura Fəxri Xiyabandır. Yəni buradakı məzarları dövlət öz nəzarətində saxlayır. Buranı hər gün işçilər var, yuyurlar, təmizləyirlər. Məzar da gördüyünüz kimi təmizdir. Amma düzdür, biraz toz var. Yəni bu da təbii haldır. Yəni külək əsir, yağış yağır. O toz olması başa düşüləndir. Amma əlbəttə ki, mən gəlmişkən buranı yuyacağım. Yəni yumadan getməyəcəm.
Gördüyünüz kimi məzarı yudum. Düzdür, məzar təmiz idi, amma bəzi detallar var ki, buranı yığışdıran insanlar, təmizləyən qadınlar tam yumurlar da, yəni üstdən təmizləyirlər. Burada görürsünüz, hərflərin arasında çirk dolu idi. Mən bax, nə qədər olmasa yudum, amma tam təmizlənmədi də. Görürsünüz, yenə çirklər qalıb. Amma yenə də biraz açıldı, rənglər açıldı. Məzarını yudum, təmizlədim. Bir Həsən Əbülüc haqqında bir məsələni danışmaq istəyirəm. O dostluğa çox sadiq insan idi. Yəni elə olub ki, özü işləyib, yəni eşidib ki, dostu işsizdir və onun ailəsi var və o öz işindən imtina edib dostuna deyib ki, yəni belə bir bəhanə gətirib ki, mənim işlərim çoxdur, çatdıra bilmirəm. Sən get orada işlə. Yəni öz işini dostuna verib. Yəni belə bir insan idi. Bugün bu dəfəki videomu Azərbaycanın görkəmli sənətkarı Həsən Əbloca həsr etmişdim. Onun həyatı haqqında, fəaliyyəti haqqında sizə qısa da olsa məlumat verdim. Allah sənə rəhmət eləsin, Həsən mənim. Məkanın cənnət olsun, ruhun həmişə şad olsun.